Hamınıza salam. Bugün biz sizinle S++ 4-cü dərsimizi keçəcəyik. Ötən dərslərimizdə xatırlayarsınızsa, birinci tipləri keçmişdik. Sonra isə ötən dərsimizdə ilə şərtləri keçmişdik. Şərtimiz, əgər xatırlayarsınızsa, if, else ilə düzəlirdi. Bunların qabağında mötərizə, sonra isə fiqur mötərizə açılırdı. Mötərizənin içərisində şərt, fiqur mötərizənin içərisində olmasını istədiyimiz şeylər. Ifdən sonra else həmişə gəlmək zorunda deyil. Amma else ifdən əvvəl həmişə if gəlmək zorundadır. Ya da elsedən əvvəl ya if ya da else if gəlmək zorundadır. Bugün isə biz sizinlə dövr keçəcəyik. Dövrlərin 3 növü var. Biz bugün sizinlə onlardan while keçəcəyik. Biz birinci gələn long-ımızı yazaq. Long. Yəni 3 dənə dəyişən götürürük long tipində. Sonra isə bu dəyişənlərdən ikisini daxil edirik. Bu dəyişənlərin ikisini daxil etdikdən sonra deyirik ki, while v, h, i, l, e yazılır. While da ifə bənzərdir əslində. Birinci mötərizələr açılır, normal mötərizələr. İçində nə olmasını istədiyimiz yazılır, amma nə qədər ki deməkdir, while. Fərqi budur. Yəni, nə qədər ki A, B-yə bərabər deyil. Yəni, nə qədər ki. Məsəl üçün, A nə qədər ki B-yə daxil bərabər deyil. Məsələn, if A, B-dən böyükdürsə. A, B-dən böyükdürsə. Onun için de məsəl üçün birinci A bərabərdir. A çıxılsın 1 yazmalıyıq ki, əgər biz bu dövrdə heç cür A'yı da B'yi də dəyişdirməsək və onlara bərabər deyilsə, while sonsuza qədər gedəcək və kodumuz ya xəta verəcək ya da işləməyəcək. Bunun üçün siz əmin olun ki, buradakı dəyişənlər yəni axırda da while nə vaxtsa qutaracaq. Sonra isə məsəl üçün burada s bərabərdir s plus 1. Məsəl üçün A, onların arasındakı fərqi tapır. Burada isə else if yaza bilərik istəsə. Amma burada bərabərlik halının yox olmasına ehtiyac yoxdur deyə else yazacağıq. Çünki burada elə özü bərabərliyi yoxlayıb. Amma siz yenə else if yaza bilərsiniz. Amma else daha sürətlidir. Else, yəni əgər B-dən böyüksə, A-ya bərabərdir. A üstəgəl 1. S bərabərdir S çıxılsın 1. Amma bu kodumuzda deyir ki, birinci 3 dənə ədəd götürür. 3 dənə dəyişən götürür. Long A. Sonra isə daxil edərək A'yı da B'yi də. Sonra isə deyirik ki, nə qədər ki A B'yə bərabər deyilsə və A B'dən böyükdürsə, A'dan çıxsın 1'i C bərabər, yəni C'nin üstündə də 1 gəlsin. Əgər bu deyilsə, yəni B A'dan böyükdürsə, A'nın üstünə 1 gəlsin, C'dən də 1 çıxsın. Biz indi ilk while kodumuzu yazdıq. Gəlin bu kodu çalışdıraq. Çalışdırdıq. Məsəl üçün 12 ilə 6 verək. Ekranda heç ses çıxartmadı. Çünki biz burada S-atı unutmuşuq. S-at axırda C-yi ekrana verməlidir. Yəni cavab alaq. Yoxsa işləyir kod, amma biz heç nə görmürük. Çünki çıxış yoxdur. Məsəl üçün 12 ilə 6 22 ne verdi bizə? Sonra isə 6 ilə 12 onu verdi bizə. Sonra isə məsəl üçün bərabər olsunlar. 12 ilə 12. Burada bizə 16 verdi. Bu da bərabər olanda bizə burada C'yi 0'a bərabər etməmişik. Onun üçün kodumuz bizə deyərsən səhv verir. Burada C'yi 0'a bərabər etməmişik ya, kodumuz səhv verir.
Bu üçün diqqətli olun ki, c'yi sıfıra bərabər etmişsiniz. Yoxsa c'yi hər an başqa bir əldə də bərabər edir. -6. Bu rəqəm yazar üçün bərabər yazaq. 0. Çünki bərabər edilir. Əgər məsəl üçün çox böyük bir fərq yazsaq, məsəl üçün ilə çox böyük bir əldə də var. Eğer siz sıfıra başka if'in while'in içine başka şeyler de yazabilirsiniz. Mesela için burada if ve else istifade etmek istemiyorsa mesela için ne eder ki A B'den büyüktür. Bunun için else burada məntiqsiz olur. Burada sadece 12 ile 6 al işleyecek. Mesela için bir kıyaslamamız. 12 ve 6. Qalan hallarda ekranda 0 çıxaracaq. Çünki c'yi əvvəlcədən 0'a bərabər etmişdik. Siz c'yi başqa şeyə bərabər edə bilərsiniz. Amma ona cavabı səhv eləyəcəkdir. Nə qədər, məsəl üçün, -100 daxil edilmişsə, cavabı -100 qədər səhv eləyəcək. 100 vermişsə, sayıya cavabı 100 qədər çox verəcək. Bunun üçün c'ye 0 vermək lazımdır. İsterseniz burada başka dəyişənlər də istifadə edə bilərsiniz. Sonra ise if'in içində while yaza bilərsiniz. While'in içində if yaza bilərsiniz. Bugünlük dərsimiz bu qədər. Sağ olun.